Salam. Bugün güvən çevrə üzrə bərabər sürətli hərəkətdə yol yer dəyişmə hissəsinə baxırıq. A variantın izahına. Birinci sualda deyir ki, çevrə üzrə bərabər sürətli hərəkətdə cismin xətti sürəti 0,4 metr/saniyədir. Onun 5 saniyə ərzində getdiyi yol. Bilirik ki, S bərabərdir, V vurulsun T-yə bərabərdir. Yəni 5 vurulsun 0,4, o da bizə verəcək nəyi? 2 metri. Deməli, cavabımız olacaq 2 metr. İkinci sualda maddi nöqtə çevrə üzrə modulca sabit V sürəti ilə hərəkət edir. Periodun 2/1 hissəsi, yəni çevrənin tam yarısında maddi nöqtənin sürət dəyişməsini hesablayın. Bu əzbər qaydadır. Bilirik ki, çevrənin tam yarısı, baxın 2/1-i tam yarısı deməkdir. Belə olan halda sürət dəyişməsi 2V-yə bərabərdir. Cavabımız olacaq 2V, B variantı. Üçüncü suala baxırıq. Çevrə üzrə bərabər sürətli hərəkətdə cismin sürət dəyişməsinin modulu kök 2V olması üçün yer dəyişməsinin modulu nə qədər olmalıdır? Ümumiyyətlə, əgər sürət dəyişməsi kök 2V-dirsə, yer dəyişmə də kök 2R-ə bərabərdir. Yadınızda saxlayın ki, sürət 2V-dirsə, yer dəyişmə 2R-dir. Sürət kök 2V-dirsə, yer dəyişmə kök 2R-dir. Yəni, bu şəkildə cavabımız olacaq A variantı. Dördüncü sualda maddi nöqtə verilmiş radiuslu çevrə üzrə 8 saniyə periodla bərabər sürətlə hərəkət edir. Yəni, tam dövrə sərf olunan zaman 8 saniyədir. Bir tam dövrə. Periodun yarısına bərabər müddətdə maddi nöqtənin yer dəyişməyə görə orta sürəti 20 sm/saniyə olarsa, çevrənin radiusunu hesablayın. Deməli, biz bilirik ki, baxın, çevrənin tam yarısıdır. Çevrənin tam yarısı bu hissədir. Ümumi çevrə 8 saniyədirsə, onda tam yarısı gediləcək 4 saniyəyə. Deməli, burada period 4-ə bərabərdir. Və bizə deyir ki, yer dəyişməyə görə orta sürət. Bilirik ki, orta sürət bərabərdir S ümumi bölünsün T ümumiyə. Və buradan bizdən istəyir ki, çevrənin yarısında bilirik ki, yer dəyişməmiz də nəyə bərabər olacaq? 2R-ə bərabərdir. 2R bölünsün nə? T. Deməli, buradan da biz R-i tapsaq, R bərabər olacaq VT bölünsün 2-yə. V-imizin qiyməti 20-dir. T-imizin qiymətini tapdıq 4. Tam yarıda bölünsün 2. Bu da eləyir nə? 40 sm. Cavabımız olar 40 sm A variantı. Sonra baxaq 5-ci suala. 5-ci sualda nə deyir? Radiusu 10 desimetr olan çevrə üzrə hərəkət edən maddi nöqtənin dönmə bucağı fi bərabərdir 3T-dir və 2 saniyə müddətində maddi nöqtənin qət etdiyi yolu hesablayın. Baxın, bizə radiusu verib 10 desimetrdir. Yəni 100 santim, o da deməli 100-ə böləndə elə 1 metr olacaq. Yəni 1 metrdir. Fi bərabərdir omega vurulsun T-dir. Yəni, bucaq sürətimiz orada 3-dür. Bunu təyin edirik ki, bucaq sürətimiz 3-ə bərabərdir. Zamanımız da bərabər olacaq 2-yə. Bizdən istəyir S-i. Baxın, S bərabərdir. Baxaq, görək, omega bərabərdir. Fi bölünsün T-yə görə. Nə tapırıq? Fi'miz 3T-dir. 3T bölünsün T, 3. Omeganın 3 olduğunu bildik. Omeganın düsturu nəyə bərabərdir? 2pi bölünsün T-yə. Amma bizim ümumi gedilən yolu tapmağımız üçün S bərabərdir VT düsturudur. Yol istəyir. Zamanımız var, sürətimiz yoxdur. Sürətimiz də V bərabərdir omega vurulsun R düsturumuz var. Xatırlayırsınızsa, oradan tapa bilərik əslində. Omegamızın qiyməti 3 idi. R-imizin qiyməti də 1-dir. Bu da eləyəcək 3. Deməli, sürətimiz 3-dür. 3 vurulsun. Zaman nə qədər verib? 2. 2 bərabərdir nə olacaq? 6. Deməli, cavabımız nə olar? 6 metr. A variantı. Sonra baxırıq 6-cı suala. 6-cı sualda deyir ki, saatın saat əqrəbinin uzunluğu 20 santimdir. Baxın, bir dənə saat çəkirəm və deyir ki, bilirik ki, saatın saat əqrəbi buradan bura qədər hissəsi tam, yəni mərkəzdən olur. Bu elə çevrənin radiusudur. Deməli, saatın saat əqrəbinin uzunluğu 20 santimdirsə, deyə bilərik da ki, radius 20 santim, yəni 0,2 metrdir. Cavabı metrlə istəyir. Və 6 saat ərzində onun bu əqrəbin uc nöqtəsinin cızdığı qövsün uzunluğunu hesablayın. Yəni, buradan baxanda, baxın, bura 12-dir, bura 3-dür.
Bura 6'dır. Burada 9'dur. Saat. 6 saat tam yarıdır da. Çevrənin tam yarısı. Çevrənin tam yarısında S-in düsturu nədir? Elə bil tam çevrə 2 pi-dirsə, o da pi olacaq. Vəssalam. Pi-miz 3'dür, R-mizi də 0.2 tapdıq. O da bizə nə verir? 0.6 metr. Deməli, 0.6 metrmiş cavab. 7-ci sualda radiusu 1 metr olan, çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin dövrətmə periodu 4 saniyədirsə, cisim A nöqtəsindən B nöqtəsinə gələnə qədər yer dəyişməyə görə orta sürətini hesablayın. Baxın, dövrətmə periodu 4'dür. Yəni, bir tam dövrə bu 4 dənə hissəni getməyə 4 saniyə sərf edibsə, deməli, bunların hər birini getməyə 1 saniyə yetərlidir. 1, 1, 1. Və cisim A nöqtəsindən B nöqtəsinə gəlməyi o deməkdir ki, cisim çevrənin tam yarısını gedib. Və bizdən yer dəyişməyə görə orta sürət istəyir deyə bilirik ki, yer dəyişmə 2 çevrənin 2də birində, yəni tam yarısında. O da 2 vurulsun 1, çünki radiusu 1 verib 2 metrdir. Deməli, yer dəyişmə 2 metrdir. Yer dəyişməyə görə orta sürət nə deməkdir? Yəni, yer dəyişmə böl zaman. Zaman da bu AB hissəsi nə qədər olar? Baxın, əgər hər bir hissəni, xananı, dilim deyə bilərik. 1 saniyə gedirsə, A-dan B-yə 2 dilim var. Baxın, bu. Onda burada nə eləyəcək? 2 saniyə lazımdır da. 2 bölünsün, 2 bərabər olacaq 1-ə. Deməli, 1 metr böl saniyə olacaq cavabımız.